Biz Ürgənc Dövlət Pedaqoji İnstitutunun təşkil etdiyi bu konferansda iştirak etməkdən çox şadıq. Bilirsiniz ki, hal-hazırda bütün dünyada, bütün cahanda süni bir təhdidə çevrilibdir və bizim insanlar süni intellekti öyrənmək və süni intellektlə birlikdə həyatlarını davam etmək məcburiyyətindədirlər. Çox böyük dövlətlər süni intellekt üçün böyük sərmayələr yatırırlar. Süni intellekt uğrunda bir mübarizə gedir və Azərbaycanda da süni intellektə pay sahib olmaq, süni intellektə öz kimliyimizi qoruyub saxlamaq üçün çoxlu layihələr həyata keçirdirik və çox böyük korporasiyalarla IT sahəsində, informasiya texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərlə birlikdə altyapını, fundamenti qurmağa çalışırıq. Məndə olan məlumata görə Özbəkistan dövlətində də bu cür işlər görülür. Mən çünki sizin Yaşlılar Fondunda, Yaşlılar Təşkilatında, Daşkənddə olanda bir çox layihələrlə tanış oldum və bugünkü konferansda da məhz biz süni intellektin tədrisə necə tətbiq edilə biləcəklərini müzakirə edirik. Xüsusilə də bizim gələcəyimiz olan müəllimlərin, gələcəyimizi yetişdirəcək müəllimlərin süni intellektlə birlikdə necə addımlamalı olduqlarını müzakirə edərək bir nəticəyə gəlməyə çalışacağıq və mən inanıram ki, biz birlikdə, xüsusilə Türk Cumhuriyyətləri, Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızistan, Türkmənistan, biz Türk dövlətləri özümüzün süni intellekt əsaslı platformalarımızı yaratmalıyıq və xüsusilə də hal-hazırda mövcud olan süni intellekt platformalarında, şəbəkələrində öz milli kimliyimizi qoruyub saxlamalıyıq. Biz əgər hal-hazırda süni intellektdən istifadə etdiyimiz zaman hər hansı bir milli maraqlarımıza xidmət edən suallarda, mövzularda nələrisə soruşanda görürük ki, orada bizim milli maraqlarımız o qədər də qorunmur. Bizim istədiyimiz məlumatları tam olaraq oradan ala bilmirik. Daha çox bizə ötürmək istədikləri məlumatları bizə çatdırırlar. Və belə olduqda da bizim gənclərimiz bir növ həmin informasiyaların təsiri altına düşürlər, öz milli kimliyimizi, öz milli dəyərlərimizi unuduruq və xarici qüvvələrin istədikləri bir gənclik yetişə bilər. Bu baxımdan da biz çalışmalıyıq ki, bu süni intellektin dilini öyrənək, süni intellektlə davranış qaydalarını öyrənək və süni intellektə sual vermək metodlarını öyrənək ki, həm süni intellekti biz öz istəklərimizə uyğun yönəldə bilək, həm də süni intellekti biz özümüz öyrədək. Yəni, biz öz informasiyalarımızı süni intellektə öyrədək ki, o da bizim informasiyalarımızı digər istifadəçilərə ötürə bilsin.